Dövlət ittihamçısı Toplum TV-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədlinin hakimə təsir edə biləcəyini deyib. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Məmmədli bildirib ki, artıq şahidlər dindirilib və dövlət ittihamçısının əvvəllər iddia etdiyi kimi onun şahidlərə təsir etmə imkanı yoxdur. O, cərrahi əməliyyat olunmaqdan ötürü növbəti dəfə ev dustallığına buraxılmasını istəsə də vəsadət qəbul edilməyib. Prokuror Ələsgər Məmmədlinin hakimə hansı formada təsir edə biləcəyini isə əsaslandırmayıb. Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda siyasi motivli həbslərlə bağlı qətnamə qəbul edib. Qətnamədə bildirilir ki, bu il Azərbaycanda siyasi motivlərlə həbs olunan şəxslərin sayı 400-ə çatıb. Həmin şəxslərin əsasən müxalifət liderləri, vətəndaş cəmiyyəti üzvləri, hüquq müdafiəçiləri, jurnalistlər və akademik tədqiqatçılar olduğu qeyd olunur və onların azadlığa buraxılması tələb edilir. Dekabrın 19-da Milli Məclis bəyanat yayaraq qətnaməyə etiraz edib. Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə amnistiya aktı təqdim edib. Bu dəfəki amnistiyanın 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Layihənin əsasən 2-ci Qarabağ müharibəsi və digər döyüşlərdə iştirak etmiş şəxslərə aid olacağı bildirilir. Xəbərdə qeyd olunur. Eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinin yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. ABŞ prezidenti Donald Trump dekabrın 18-də Green Card viza proqramını dayandırmağa əmr edib. Buna əsas kimi bu yaxınlarda Brown Universitetində 2 nəfərin ölümü ilə nəticələnən atışmadakı şübhəlinin ölkəyə Green Card vasitəsilə gəlməsi göstərilib.